Başda Seattle-Tacoma hava limanında 76 nəfərlik bombardier təyyarəsi qaçırıldı və qəzaya uğradılaraq məhv edildi. 29 yaşlı Richard Russell heç bir pilot hazırlığı olmayan hava limanı əməkdaşı növbəsini bitirdikdən sonra xidmət girişindən istifadə edərək təyyarəni qaçırmağa müvəffəq olub. Düzdür, hadisə illər öncə baş versə də hər kəsi sarsıda bildi və indiyədək xatırlanır. 75 dəqiqə ərzində o səma üzərində təhlükəli manevrlər etdi, eyni zamanda dispetçerlərlə sakit və kədər dolu söhbət apardı. O aşağıdakı mənzərələrdən heyranlıqla danışır, amma içindəki qaranlığı gizlədə bilmirdi. Mənə dəyər verən insanlar məndən məyus olacaq. Mən sadəcə qəlbi qırılmış biriyəm. Qırıcı təyyarələr havaya qaldırılsa da ona atəş açmaq əmri verilmədi. 75 dəqiqə sonra bu uçuş Russell'in təyyarəni yaşayış olmayan Ketron adasına çırpması ilə sona çatdı. Hadisə nəticəsində o həlak oldu. Başqa heç kim bu qəzadan zərər görmədi. Onun dispetçerlərlə son danışığı bütün ölkəyə yayıldı və böyük müzakirələrə səbəb oldu. Richard Russell insanların yaddaşında terrorçu kimi yox, səssizcə yardım istəyən bir insan kimi qaldı.